Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirib. Gözaltı bu barədə Qafqaz İnfoya istinadən xəbər verir. Bunlar Saatlı rayon şöbəsinin rəis mavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis mavini Niyam Mədədsoyludur, Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir. Sözü gedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci təkrar rüşvət alma və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar. Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib. Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri Araz Kərimli, Niyam Mədədsoylu, Etibar Əliyev, Şamil Alıyev barəsində 4 aylıq həbs qəti imtahan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü mütəşəkkil dəstə tərəfindən təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunurlar. Söz altında yox, göz altıda qalan.